almalıdır, səvad almalıdır. Oxuyub səvad almağın bura nə dəxli var, mən bilmirəm. Vallahi oxuyanlar bu dəqiqə diplomları çürüyüb, müğənnilər fonogramı ilə günə 3-4 min qazanır. Oxuyub nağarımıza mənə çatmır. Ayda 650-100 min mat gücdən alırsan, ya almırsan. O da haraba çatır, Allah bilir. Baş-başına. Cəmat Ranger Rover sürür. Oxuyanlar avtobusda gedib gəlir. Reallığı danışanda heç kəs qəbul eləmir. Oxuyan yaşayışı bəllidir, oxumayan da yaşayışı bəllidir. Yazıq elə oxuyur, başının tükü tökülür. Giderdim, düz deyirəm də, oxumayanlar, oxuyanlar da yaxşı qazanır. Bir dənə gedir fonogram ilə, qoyur bir dənə silikonu, bir dənə düzəltdirir, çıxır, sponsor tapır, çıxır ora. Fonogram ilə, gəl bizə, gəl bizə, gəl bizə, gəl bizə. Olur trend, dağılır aləm. Tabi bu sözlerden sonra uşaq çətin oxuyur. Uşaq oxuyacaq, niyə oxumur ki? Onun sabadı varsa oxuyacaq. Oxuyan uşağı neyinirsə elə oxuyacaq. Rozi, yəni demək istəyirəm ki, oxumağın TikTok-a nə adiyyəti var, mənə çatmır da, başa düşdünüz. Oxumaq istəyən onsuz da oxuyur. Sabadda hər yerdə sabaddadır. Üz yay. İndim.